Salam dostlar, hər vaxtınız xeyir olsun. Sizinlə bir şeyi paylaşmaq istəyirəm, vacib bir məsələdir. Daha doğrusu mənim üçün vacib bir məsələdir. Sizin üçün nə qədər maraqlı olar bilmirəm. Mən əvvəla özüm haqqında bir məlumat verim. Mənim adım Turaldır. Mənim 40 yaşım var. Deməli, mən nə etmək istəyirəm? Mən inşallah Allah qismət eləsə mən səyahət eləmək istəyirəm. Və bu səyahətimi TikTokda, Instagramda, ən əsas da YouTube'da paylaşmaq istəyirəm. YouTube'da geniş bir şəkildə mənim səyahətim nədən ibarət olacaq? Mən bacardığım qədər, yəni iki cür planım var səyahət eləmək. Piyada, gəzərək və ya otostopla. İndi iki yol ərzində qalmışam, iki qərarım var, yəni iki fikrim var, hansını gerçəkləşdirə biləcəm, onun haqqında düşünürəm. İnşallah bir həftə ya 10 günə mən yola çıxmaq istəyirəm. Və mən bu videonu çəkməkdə əsas məqsədim odur ki, linkini koymuşam TikTok'ta, burada YouTube kanalımı, oradan keçip kanalımı izlesinler. Instagram adresimi də qoyacağım və bu da TikTok adresimdə. Məni köhnədən tanıyan insanlar az çox tanıyır. Yəni TikTok'da mən illərdir varam. 2 dənə səhifəm gedib, böyük səhifələrim idi. Yəni mənə görə böyük, 45-40 minlik səhifələr idi. Mən yenidən TikTok'a qayıtmamışam. Nə mənada qayıtmamışam? Başqa layihə ilə qayıtmışam. Yəni əvvəl kimi videoları çəkmək istəmirəm. Mən səyahət etmək istəyirəm və bu səyahətdə mənim yanımda olsanız sevinərəm. Çünki bu səyahəti birincisi həm özüm gəzim, həm də videolar çəkim, həm də o videoların nəticəsində səyahət eləyə bilməyən insanlar, kimlərisə işə görə, hansısa bir problemlərə görə çıxıb gəzə bilmir, istirahət eləyə bilmir. İstirahət deməyək, gəzmək deyək. Yəni Azərbaycanın müxtəlif şəhərləri, rayonları, kəndləri, tarixi yerləri, maraqlı yerləri, mənzərəli yerlərini mən çəkib paylaşacağım təfərrüatlı şəkildə. Və bununla bağlı əgər kimsə belə deyək də, bunu başqa cür başa düşməyin, sponsorluq, kimsə əgər sponsorluq eləmək istəsə bu gəzintidə, belə deyək, piyada gəzəndə zaten axşamlar hansısa bir yerdə gecələmək lazım olur da, yəqin ki hamı bilir bunu. Hava biraz qaralandan sonra qaranlıqda gəzmək olmur piyada. Çadır zat da götürəcəm. Yəni elə bir yer ola bilər ki, həqiqətən orada otel falan tapılmaz. Çadırda gecələyəcəm bacardığım qədər. Amma elə bir yerlərdə olacaq ki, çadır qurmaq mümkün olmayacaq. Hava şəraitinə görə falan filan. Ola bilər yağış olar, tufan olar. Məcbur olaraq otelləri, nə bilim, hansısa bir yerdə gecələmək lazım olar. Sponsorluq lazımdır mənə bu barədə. Firma olar, şirkət olar, hansısa, nə bilim, həkim olar, kimsə, belə deyək, şəxs olar, gəzinti ilə bağlı sponsorluq eləmək istəyən olsa, məndən əlaqə saxlasın, şəxsidən, direktdən. Və çox maraqlı bir layihə düşünmüşəm. İnşallah ikinci bir şey də deyim. Otostopla da gəzəndə zaten otostopla belədir ki, paputu, yol üstü maşınlar, məsələn, soruşursan, oturursan. Yəni bilən bilir də otostop nə deməkdir. Onu izaha ehtiyac yəqin ki yoxdur. 2026-cı ildəyik inşallah.
hamı en azından bilir. Bilmeyen de inşallah yorumlarda bilen bilmeyeni anlatar. Yani her bir halda maddiyat bu gəzinti üçün lazımdır. Bunun için de düzdür. Az çox özündə maddiyat olacaq, amma hər halda yenə də sponsorla bir yola çıxmaq daha məqsədə uyğundur məncə. İnşallah Instagramda, YouTube'da bütün videoları paylaşılacaq, reelslər olacaq, shortlar olacaq. Maarifləndirici bir kanal olacağını düşünürəm. Belə deyək də, TikTok'da, Instagram'da, YouTube'da sizin bir izleyici kimi yox, mənə qarşı bir belə deyim də, böyük bir ailə olacağımıza əminəm. İnşallah hər şey yaxşı olacaq.